Salam değerli izləyicilər, uşaqlar arasında yayılan bu xəstəlik onların ürəyini və böbrəyini zədələyə bilər və ümumiyyətlə bundan çıxış yolu nədir? Videonu diqqətinizə təqdim edəcəm. Videonu paylaşmaq lazımdır. Burada üstəgəl işarəsinə bir dəfə vuraraq kanala abunə ola bilərsiniz. Əgər uşaqda təkrarlanan hərarət, halsızlıq, boğaz ağrısı dəridə, yəni üzdə, boyunda, sinədə, qollarda, solğun və ya tünd dəri fonunda xırda səpkilər varsa və dili ərplidirsə, yəni boğazdan yuxarıya istiqamətli qızartı varsa, skarlatina deyilən xəstəlik ola bilər. Bu barədə pediatr Aytən İsmailzadə bildirib və qeyd edir ki, təsdiq üçün əsnəkdən götürülən yaxma analizi kifayət eləyir. Ekspres testlə 15-20 dəqiqə ərzində cavab hazır olur. Ola bilər sizə desinlər ki, uşaqlar analizə ac gəlsin, su da içməsin, amma bu mütləq deyil. Yəni ac gəlməyə də bilərlər və mikrob varsa yemək içmək onu azalda ya da tənzimləyə bilməz. Ancaq siz deyin ki, uşaq su da içməyib, nümunə yaxşı götürülsə test pozitiv olacaq. Əsas odur ki, uşaq başını geri çəkməsin, yəni o yaxma götürülə bilsin. Əgər uşaq elə bircə dəfə qızdırıb sonradan isə dərisi pörtmüş kimi səpirsə, digər əlamətləri görməsəniz də həkimə bu haqda məlumat verməyiniz lazımdır. Çünki müalicəsiz qalmış skarlatina ürəyi və böbrəyi zədələyə bilər. Sonradan, yəni 7-10 gün ərzində isə uşağın əllərində soyulma görürsünüzsə, bu uşağın skarlatina keçirmə ehtimalını yüksəldir. Və həkimin sözlərinə görə skarlatinadan sonra uşaqlar bəzi yoxlanışlardan keçməlidir. Əlbəttə, gecikmiş formada eləyəcəyimiz ilk iş ürəyin qapaqlarını yoxlamaq üçün uşağı ekokardioqrama müayinəsinə göndərməkdir və ekokardioqrama müayinəsi deməli skarlatinadan sonra həmişə lazım olur və bununla yanaşı sidiyin ümumi analizində yoxlamaq mütləqdir. Çox yaxşı olar ki, vaxtında diaqnoz qoyulsun və elə ilk gündən antibiotik verilsin. Çünki skarlatina törədicisi virus deyil, bir mikrobdur. Bu xəstəlikdə xüsusi pəhriz lazım deyil, yoluxucudur, başqa uşaqlara da keçə bilər. Uşaq bir həftə evdə qalsa bəs edir. Skarlatinada immunitet yaranmır, təkrar yoluxma mümkündür, peyvəndi isə yoxdur.